Salam, hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda belə bir maraqlı cədvəl sualının izahını vermiş olacağam. Diqqətlə baxsaq görürük ki, 4-ün kvadratı 16-nı verir bizə. 5-in kvadratı 25-i, 6-nın da kvadratı 36-nı verməlidir. Yəni A-nın qiyməti 36 olacaq. A-nın yerinə 36 yazırıq. Eyni zamanda 3-ün kvadratı 9-u. Bəs yaxşı, B-nin qiymətini tapmaq üçün hansı məntiq qurmaq lazımdır burada? Diqqətlə baxsaq, 4 ilə 16-nın cəmi 20, 5 ilə 25-in cəmi 30, 6 ilə 36-nın cəmi 42 və nəhayət 3 ilə də 9-un cəmi 12. Təbii ki, B-nin də qiyməti 1 olmuş olur və sualımızın doğru cavabı C variantı. Salam, hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda belə bir maraqlı cədvəl sualının izahını vermiş olacağam. Diqqətlə baxsaq görürük ki, 4-ün kvadratı 16-nı verir bizə. 5-in kvadratı 25-i, 6-nın da kvadratı 36-nı verməlidir. Yəni A-nın qiyməti 36 olacaq. A-nın yerinə 36 yazırıq. Eyni zamanda 3-ün kvadratı 9-u. Bəs yaxşı, B-nin qiymətini tapmaq üçün hansı məntiq qurmaq lazımdır burada? Diqqətlə baxsaq, 4 ilə 16-nın cəmi 20, 5 ilə 25-in cəmi 30, 6 ilə 36-nın cəmi 42 və nəhayət 3 ilə də 9-un cəmi 12. Təbii ki, B-nin də qiyməti 1 olmuş olur və sualımızın doğru cavabı C variantı.